elektron olur. Axırı 3s2, 3p4 ilə Ha, qutarır. sənin dediyin yolla yoxlayanda axırı nə olur? 4s2 24 nə deməkdir? 3p4, 4s2-dən sonra nə gəlir? 3d4. 3p4. 4, elə? 3d4. Amma Aygül qulaq asdın nə dedi? Zəhra deyir ki, müəllim 26 üçüsü Ama çıxır. burada 4s1, 3d5 olacaq. Yox, o cəhətdən yanaşmırıq. Burada bilirsiniz nə baş verir? Əvvəlcə indi mən dediyim yolla yoxlayırıq. 26-nı açanda axırı olur nə? 26 nə deməkdir? 4s2, 3d6 deməkdir. 3d6. Eləmi? Nuray qulaq as diqqətlə. Və həmişə elektron birinci axırdan verir. İkisi buradan gedəcək. Yəni bunun ionun elektron formulu ay Zəhra. Bax bu formadadır. 3s2, 3p6, 4s0, 3d6. Yaxşı, yəni axırdakı 4s0 qalır, 3d6 qalır. Ona görə də hətta bunu qəbula sual salırlar, uşaqları çaşdırmaq üçün nə edirlər? Aygül, dəmir yazırlar, bura 26 yazırlar, üstə də müsbət 3 yazırlar. Deyir, indi bunu aç. Məsələn, Zəhra kimi çalışqan bir uşaq öz yəni müəllimdən qulaq asmayıb özü üstündə, yəni fikirləşib tapırsa, bunu götürəcək nə? Buradan götürəcək ki, 4s2-dir, 3d3-dür. Elə deyilmi? Amma Zəhra artıq öyrəndi ki, əvvəlcə 26-nın normal qaydada açıram. 4s2, 3d6 olur Zəhra. Sonra yadına düşür ki, Ayşə müəllimən deyib ki, birinci axırıncı elektronlar gedir həmişə. Bunlardan ikisi get, axı məsələn müsbət 3 yazmışam, demişəm 3-ü çıxsın. Biri də buradan çıxacaq, olacaq 5. Yəni bunun axırıncı forması olacaq 4s0, 3d5. Bunları özünüzə qeyd edin tez.